Və Economics ölkə və dünya iqtisadiyyatında baş verən xəbərləri təqdim etməsi üçün qonşu studiyada olan həmkarım Rasim Şərifova bağlanırıq. Salam Rasim, buyurun, söz sizdədir. Hər vaxtın xeyir olsun günü. Ölkə və dünya iqtisadiyyatı bağlıdığında maraq xəbərlərimiz var, biraz sonra təqdim edəcəyik. Buyurun. Beləliklə, Economics efirdədir. Azərbaycan nefti bahalaşır. Dövlət neft şirkətinin məlumatına əsasən ötən gün London birjasında keçirilən ərazilərdə Azerlight markalı neftimizin bir baril $50 təşkil edir. Bu isə 1,1% və ya 56 sent bahalaşma deməkdir. Azərbaycan və Türkiyə arasında enerji birliyi yaradılacaq. Türkiyə mətbuatının verdiyi məlumata əsasən 18 ölkəni əhatə edəcək təşkilata Azərbaycan və Türkiyə rəhbəri edəcək. Beynəlxalq Enerji İqtisadiyyatı Birliyinin sədri Gürkan Kumbaroğlu'nun sözlərinə görə hər iki ölkə nəhəng enerji birliyi qurmağı qarşılarına məqsəd qoyub, birliyin mərkəzi isə İstanbul olacaq. Dünya Bankının məlumatına əsasən son 10 ildə Azərbaycanda kənd təsərrüfatı 48,9% artıb. Bu, dünya üzrə göstəricidən 17,1% çoxdur. Kənd təsərrüfatı naziri Heydər Əsədov belə deyib, onun sözlərinə görə bu dövr ərzində ərzaq məhsullarının artımı 39% təşkil etdiyi halda dünya miqyasında bu göstərici 18% olub. Nazir qeyd edib ki, 2014-cü ildə 5,2 milyard manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunub. Bu da ötən ilə nisbətən 3% artım deməkdir. Amma keçən il ərzində havaların əlverişli keçməsi nəticəsində bitkiçilik məhsullarının istehsalı üzrə artım müşahidə edilməyib, nazir belə deyib. Azərbaycanda qiymətli kağızların inkişafına dair yeni qanun layihəsi hazırlanıb, sənəd aidiyyatı qurumlara təqdim olunub. Qiymətli kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlının sözlərinə görə sənəd ölkədə kapital bazarının yenidən qurulması və qiymətli kağızlar bazarının sürətli inkişafına xidmət edəcək. Lisenzlaşdırma bu günləri ümumi lisenzlaşdırma çərçivəsində həyata keçirilir və 5 illik lisenzlər verilir. Artıq maliyyə institutlarının spesifikasını nəzərə alaraq ayrıca lisenzlaşdırma şərtləri müəyyən edilib, həmin qanunda lisenzlər müddətsiz veriləcəkdir və lisenzlərin verilməsi üçün 3 qrup maliyyə, təşkilatı və peşəkarlıqla əlaqədar tələblər müəyyən edilir. Azərbaycan Dövlət İqtisad Universiteti ilə qiymətli kağızlar üzrə Dövlət Komitəsi arasında anlaşma memorandumu imzalanıb. Sənəd universitetdə qiymətli kağızlar bazarı, onun məhsul və xidmətləri barədə maarifləndirmə işinin təşkilinə dəstək verilməsi, bu sahədə yüksək ixtisaslı kadrların hazırlanmasına xidmət edəcək. Kapital bazarları üzrə birgə elmi tədqiqatların aparılması, qarşılıqlı kadr mübadiləsi, universitetdə birgə laboratoriyasının yaradılması və digər məsələlər də memorandumda öz əksini tapıb. Komitə sədri Rüfət Aslanlı təklif edib ki, ictimaiyyətin qiymətli kağızlar üzrə birliklərinin artırması məqsədi ilə tələbələr kapital bazarlarının səfirləri kimi fəaliyyət göstərsinlər. İndi xarici xəbərlərə nəzər yetirək, Rusiya və Türkiyə Türk axını layihəsinin əsas parametrləri haqqında razılığa gəliblər. Gazprom şirkətinin rəhbəri Aleksey Miller, Türkiyənin Enerji və Təbii Ehtiyatlar naziri Tamer Yıldızla keçirilən görüşdə belə qərar qəbul edib. Razılıq əsasən boru xətti Cənub axını layihəsindəki kimi dənizin dibi ilə Bolqarıstandan deyil, Türkiyə hissəsindən keçəcək. Bununla da Ankaranın təkid etdiyi variant artıq seçilib. Quruya çıxdıqdan sonra isə kəmər Yunanistanla sərhəddə kimi uzanacaq. Amma hələlik Gazprom və BOTAŞın paylarının nisbəti müəyyənləşdirilməyib. Gazprom 2016-cı ildə ilk qazı Türkiyəyə gətirməyi planlaşdırır. Biz qaz kəməri layihəsi ilə hökumətlər arası sazişə cari ilin 2-ci rübündə imzalanması barədə Türkiyə tərəfi ilə birgə işlər tamamlamaq barədə razılıq əldə etmişik. Bu sənədlərə əsasən artıq 2016-cı ilin dekabr ayı üçün ilk qazın nəqli planlaşdırılır. Qaz boru xətti ilə nəql olunacaq ilk 15,75 milyard kubmetr qaz tam şəkildə Türkiyə bazarına yönəliləcək. Qaz boru xətti 660 kilometr köhnə dəhlizlə 250 kilometr isə yeni dəhlizlə Türkiyənin Avropa hissəsinə çəkiləcək. Dünyanın aparıcı reyting təşkilatları Rusiyanın suveren reytingini zibil qutusu səviyyəsinədək endirib. Bu məsələ analitiklər tərəfindən geniş müzakirələrə səbəb olub. Reytinglərin aşağı salınması, neftin qiymətinin aşağı düşməsi, sanksiyalar Ukraynadakı münaqişə, qərb və geosiyasi mübarizədəki mürəkkəb durumun əks sədasıdır. Bütün bu amillər Rusiyanın balansına təzyiqləri artırır. Vəziyyət acınacaqlıdır. Bütün yollar Rusiya iqtisadiyyatını resesiyaya aparır.
İndi isə birjalardakı tendensiyaya nəzər yetirək ki, neftin qiymətində azalma davam edir. Amerikanın New York əmtəə birjasında əraza çıxarılan light markalı qara qızılın bir bareli $45 43 sentdə təklif olunur. London birjasındakı Brent neftinin qiyməti isə $49 25 sentdir. Qızılın qiymətində də azalma müşahidə olunur. Onun bir unsiyası $1290 88 sentdir. Gümüş də ucuzlaşır və indi $18 təklif olunur. Digər metallar isə əsasən artım ediblər. Fond bazarlarında dinamika müxtəlif istiqamətdədir. Amerikanın səhm bazarı bu saata əsasən yüksəliş nümayiş etdirib. Əsas səhmlər yəni bağlaşıblar. Yaponiyanın Nikkei 225 indeksi də artım edib. Avropanın səhm bazarında isə ucuzlaşma qeydə alınıb. Nəhayət, vahid valyutanın məzəmməsi yeni azalır. İndi avro dollar 1.1352-dir, dollar yen 118, funt sterling dollar isə 1.5211-ə mübadilə olunur. Azərbaycan manatının digər valyutalara nisbətən Mərkəzi Bankın müəyyənləşdirdiyi məzənələr isə belədir. Dollar 78 qəpik yarımdır, 1 avro 89 qəpik, Rusiya rublu 1,2 qəpik, Türk lirəsi isə 33 qəpikdir. Belə bu bizim bu saat ekonomikdə çatdıracağımız sonuncu iqtisadiyyat xəbəri idi. Sizi maraqlandıran hadisə və narahat edən problemlər barədə isə 497 61 57 nömrəli qaynar xəttimizə zəng vurub məlumat verə bilərsiniz. Həmçinin Android tipli mobil telefonlara iReporter proqramını yükləməklə qarşılaşdığınız hər hansı hadisəni Liziya televiziyasına göndərə bilərsiniz. Günel ekonomiksə ayrılan vaxt bu qədər. Buyur, söz yenidən sənindir. Təşəkkür